Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə mərkəzə yaxın ərazidə tam paketli, torpağında evində qurtası olmaqla ipotekaya yararlı, şəxsi inşa olunmuş bir 2 mərtəbəli həyət evi satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Buyurun, baxın. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarım verib. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərdə çatdırılan bu evi ev sahibi özünə şəxsi inşa elətdirib. Ara mərtəbəsi monolit. Evin təmiri gözəl, super, ideal vəziyyətdə təmir olmuş bir evdir. Geniş otaqlı bir evdir. Tam ipotekaya yararlı bir evdir. Kupsalı, tam paketli bir evdir. Həyətinə rahat 2 maşın, 3 maşın daxil ola bilər. Gördüyünüz kimi də həyətin sahəsi tam etdaşlar düzülüb. Keçən ildə evin içi ilə tanış olaq. Evin yeri həqiqətən çox yaxşı yerdə, dinamik olmayan ərazidə yerləşir. Mərkəzə yaxın yerdə yerləşir. Demək, buradan daxil oluruq evin dəhliz hissəsinə. Gördüyünüz kimi, birinci mərtəbənin bəzi yerləri var. Hörmətli izləyicilər, monolitli, promonada istifo düzəldiblər. Baxın, belə bir evdir. Döşəməsi istifo. Bax, buradan daxil oluruq içəri. Girən kimi sol tərəfdə mətbəx. Mətbəxi geniş, əlverişli, ürək açan. Mətbəx mebellər düz yuxarıya qədər, tavana qədər yığılıb. Burada mətbəx də istifoldur. Ayrı-ayrı rəngdir. Dəhliz qara rəngdir. Gördüyünüz kimi mətbəx isə ağdır. Evin qapıları ağ qapılardan yığılıb. Yəni, yaşayışlı evdir. Özünə təmirlətdirib, özünə tikdirib. Yəni, ev hər şey qaydasında səliqəli bir evdir. Bax, burada qonaq otağıdır. Qonaq otağı 4-ün 7-yə, 28-30 kvadrata yaxındır. Gördüyünüz kimi, hörmətli izləyicilər, baxın. Ətraflı çəkirəm. Nəzərdə çatdıram, pəncərələri iri, işıqlı. Buradan da belə bir çəkim, baxın. Keçirik buradan. Demək. Burada bir də əlavə. Aşağıda bir otaqdır. Yataq otağıdır. Yaşlı adamdan yuxarıya qalxıb düşməməklə ötürü. Bax, belə bir ev sahibi burada bir şərait yaradıb. Gördüyünüz kimi də hər şey qaydasında. Hörmətli izləyicilər, nəzərdə çatdıran ev əşyalı da satıla bilər. Amma biz burada əşyasız qiymətini deyəcəyik sizə. Əşyalı satılsa ayrı qiymət olacaq. Demək, burada da bir sanuzəldir. Sanuzəldə, baxın, səliqəli səhmanlı. Ev həqiqətən baxımlı evdir. Bir neçə ildir yaşayırlar burada, 2-3 ildir. Evdə bir dənə problem yoxdur. Ev həqiqətən çox baxımlı. Həm də təmir də çox gözəl vəziyyətdə təmir olunub. Bir dənə bir şey nəzərdə çatdırın. Bax, evin arxasında da belə bir yer var. Baxın. Burada da belə boş bir torpaq sahəsi var. Bax, burada yay mətbəxi kimi, nə bilim, kebab zat pişirməyə zada belə yaxşıdır. Üstündə belə örtüb, səliqəli səhmanlı. Yayda zatda oturmağızda da arxada belə bir şərait yaradır. Keçən də evin içinin yuxarıdakı otaqlarla tanış olaq, 2-ci mərtəbə ilə tanış olaq. Ev həqiqətən mənim şəxsən xoşuma gəlir. Hər evləri mən tam tərifləyəcəm. Ev həqiqətən çox super, ideal vəziyyətdə təmir olunub. Pləkanlar belə monolitdir, ara mərtəbəsi beton monolitdir. Qalxıram buradan yuxarı. Qalxan kimi sağ tərəfdə özdə, sanuzə, elə biz qəşə proyekt, söhbət oladınız proyektdə. Bax, burada sanuzə, 2-ci mərtəbənin. Tam hazır vəziyyətdə. Yenə qeyd edirəm, hörmətli izləyicilər, ipotekaya tam yararlıdır. Tam paketdir. Torpağın kupçası, evin kupçası var. Burada bir yataq otağı. Gördüyünüz kimi otağı. Geniş, haradasa 14 kvadratı. Bütün otaqlarına da tam rahat işıq düşür evin içindən. Burada yenə bir uşaq otağı kimi nəzərdə tutulmuş. Bir yataq otağı. Evin təmirinə söz ola bilməz. Bax, ağ qapılar, abuylar, səliqələr vəziyyət. Bir neçə ilin təmirdə, amma ehtiyac yoxdur təmirdə. Hər şey qaydasında. Burada yenə bir haradasa 16-18 kvadratlıq bir yataq otağıdır. Gördüyünüz kimi. Bax, hər otağından evin içinə işıq düşür. Heç bir evə maneəsilik törətmir.
yaxınlığı yoxdur, hər şey qaydasında. Yeri də yaxşı yerdir. Nəzərdə çatdırım ki, hörmətli izləyicilər. Nəmişlik olmayan ərazidir. Burada da yenə bir otaqdır. Buranın oturacaq şey kimi qoyublar, divan zat qoyulur. Amma burada yataq otağı kimi nəzərdə tutulur əslində. Gördünüz kimi də hər şey qaydasında. Təmir qaydasında. Bax, betondur. Beton üstündən dikilər vurulub, reykalar atılıb. Sonra üstündən laminatlar vurulub. Yəni, hər şey ideal vəziyyətdə tam standartlara uyğun təmir olunur. Özünü elətdirib deyə. Beton üstündən vurulmayıb laminat. Yəni, bunu nəzərdə çatdırım. Kimlər evə satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın. Evlə satılmağına köməklik göstərə bilərik. Demək, TikTokda, Instagramda, YouTube'da Seçal Əmlak səhifəsində bizim evlərimizi izləyə bilərsiniz. Hörmətli izləyicilər, yəni bu səhifələr bizə aiddir. Burada da bütün evləriniz varsa özünüz izləyə bilərsiniz, hörmətli izləyicilər. Evlərimiz çoxdur, hamısı evlər hamısı kodlaşdırıb. Kodları da götürmək yerdən çıxmasın zəhmran zaman. Bu evin də qiyməti, yəni boş vəziyyətdə bir dənə mətbəx mebeli ilə, kombi qalmaq şərti ilə 205.000 start qiymətdir. Amma əşyalı almaq istəyən ayrıca qiyməti olacaq. Onu ev sahibi ilə özünüz danışacaqsınız, hörmətli izləyicilər. 205.000 tam paket ipotekada yararlıdır. Kim istəsə ipoteka ilə də götürə bilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər.